Hörmətli Hüquqşünaslar Assosiasiyasının Bakı ofisindən sizləri salamlayıram. Hüquq İşığındanın 7-ci buraxılışı efirdədir. Bugün dövlət qulluğundan danışacağıq. Mənimlə birgə Abasellidən hüquqşünas Günel Quliyeva iştirak edir. Qonağımız Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovdur. Bəhram Xəlilov 1984-cü ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1994-96-cı illərdə Gəncə şəhər icra hakimiyyətində hüquq şöbəsinin müdiri, 1996-2005-ci illərdə Prezident Administrasiyasında qanunvericilik şöbəsinin böyük məsləhətçisi vəzifələrində çalışıb. 2005-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədridir. Bəhram müəllim, xoş gəlmisiniz. Dövlət qulluğu məsələləri üzrə komissiyanın ilk öncə fəaliyyəti barədə bir qədər məlumat verməyinizi xahiş edərdik. Hansı məsələlərə baxır komissiya? Bildiyiniz kimi 2005-ci ildə Cənab Prezident komissiyanın yaradılması barədə fərman imzalamışdır və həmin ildə də bizim əsasnaməmiz təsdiq olunmuşdur. Komissiya fəaliyyətinə 2006-cı ilin sonundan başlayıbdır və əsas bizim funksiyalarımız ilk növbədə bu dövlət qulluğu haqqında qanunvericiliyin dövlət orqanlarında icrasına nəzarətdir. Dövlət qulluğuna qəbulun şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsidir. Dövlət qulluqçularının ixtisas artırmasıdır. Dövlət qulluqçuları reyestrinin aparılmasıdır və bir sıra digər funksiyalar var. Bununla yanaşı komissiya dövlət qulluğu haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir və dövlət qulluğu sayəsində dövlət siyasətinin müəyyənləşdirilməsinə dair təkliflər edir və iştirak edir. Bəli. Bugün Azərbaycanda 30 min dövlət qulluqçusu var və onlardan təxminən 20% gənclər təşkil edir. Ümumiyyətlə, dövlət qulluğuna qəbul məsələsi çox önəmli olan aktual məsələlərdən biridir. Necə həyata keçirilir dövlət qulluğuna qəbul? Bilirsiniz, ən vacib məsələlərdən komissiyanın qarşısında qoyulan məsələlərdən biridir dövlət qulluğuna qəbulun müsabiqə əsasında və şəffaflıq prinsipinə arxalanaraq həyata keçirilməsi idi. Siz qeyd etdiniz ki, dövlət qulluğunda dövlət qulluqçularının sayı 20% təşkil edir. Komissiyanın vasitəsilə dövlət qulluğuna qəbul olunanların daxilində deməli gənclərin sayı çəkisi 80%-dir. Bu da təbii ki, dövlət qulluğunda yeniləşməyə, yəni bilikli və bacarıqlı kadrların cəlb edilməsinə, ümumiyyətcə, bilirsiniz, gəncləri siyasətinə respublikada böyük önəm verilir və həmin gənclərin heç bir digər meyar olmadan, yalnız və yalnız öz şəxsi keyfiyyətlərinə, biliklərinə və bacarıqlarına əsaslanaraq dövlət qulluğuna qəbul edilməsidir. Təbii ki, biz deyəndə dövlət qulluğuna qəbulun obyektiv və şəffaflıq əsasında keçirilməsini bu bir çox addımların atılmasını tələb edirdi. Komissiya birinci keçirdiyi müsabiqədən başlayaraq hal-hazıra kimi bu qəbul qaydalarını təkmilləşdirir, şəffaflığı artırılmasına bir çox tədbirlər yönəlir və qeyd edə bilərik ki, hal-hazırda dövlət qulluğuna qəbulu tam şəffaf və obyektiv həyata keçirilir. Bildiyiniz kimi, müsabiqə bizdə 2 mərhələdən ibarətdir. Bu, birinci mərhələ test imtahanlarıdır. Burada da biz çalışmışıq bütün namizədlər üçün eyni, bərabərlik prinsipinə əsaslaraq eyni şərait yaradaq. Yəni, test bankindən verilən suallar, onların əldə edilən ədəbiyyatın siyasi hamısı komissiyanın saytında yerləşdirilib və bu da şərait yaradır ki, namizədlər test imtahanlarına lazımınca hazırlaşa bilsinlər. Bundan başqa biz bütün keçirilən imtahanları video çəkilişdən müşahidə edirik və qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq Azərbaycanda biz bu test imtahanlarını kompüter vasitəsilə həyata keçiririk və bu da imkan verir ki, test imtahan mərhələsi də tam açıq, tam şəffaf və tam obyektiv olsun. Çünki namizədlər sualları cavablandıran kimi onlar dərhal öz nəticələrini əldə edirlər və bilirlər ki, kim birinci mərhələni uğurla keçib, kim gələcəkdə yeni özünü sınaqdan keçirməlidir. İkinci mərhələ bu müsahibədir. Ən çox sual doğuran məsələdir müsahibənin keçirilməsi
Bəli, burada bir çox suallar yaranır və təbii ki, yaranacaq. Çünki burada subyektivlik var. Çünki müsahibə qrupuna konkret şəxslər daxildir. Burada da obyektivliyi təmin etmək və şəffaflığı təmin etmək üçün biz bir sıra addımlar atmışdıq. Bu ilk növbədə dövlət orqanlarının müsahibəyə cəlb edilən bütün dövlət qulluqçuları, hansılar ki, müsahibə komissiyasına daxil edilər, onlar üçün təlimlər keçirilirdi. Buna yanaşı biz keçən ildən başlayaraq müsahibə komissiyalarına müstəqil ekspertləri daxil etmişik. Yəni, hal-hazırda bizdə müsahibə qrupu bir qayda olaraq 3 nəfərdən ibarət olur. Bir nəfər komissiyadan, bir nəfər deməli, vakant dövlət qulluğu vəzifəsi olan dövlət orqanından və bir nəfər də müstəqil ekspert. Bütün müsahibə qrupları deməli, müsahibəyə yarım saat qalmış formalaşır. Bəs müstəqil ekspertlərin seçilməsi necə həyata keçirilir? Müstəqil ekspertləri biz elan vermişdik saytımızda cəlb etmək üçün. Çox ekspert cəlb edə bilmədik bu yolla. Bilmirəm, nəsə maraq doğurmadı. Və sonra biz bizim ali təhsil müəssisələrinə müraciət etdik. Onlar ixtisaslar üzrə bizə öz ekspertlərini, öz müəllimlərini təqdim etdilər və biz o müəllimlərin içindən də seçim apararaq onları müsahibə qruplarına ekspert şəklində, mütəxəssis şəklində daxil edirik. Hal-hazırda bizə 50-yə yaxın belə müstəqil ekspert var. Bu da imkan verir ki, demək olar ki, bütün ixtisaslar üzrə ki, hansıda bizdə müsahibə keçirilir, onları dəvət eləyib və onlar bu prosesdə iştirak etsinlər. Və artıq bütün sualları da bu müsahibə ilə bağlı aradan qaldırmaq üçün biz bütün müsahibələri namizədlərin razılığı ilə video çəkilişlə nümayiş etdiririk. Bu ilk növbədə bizə nə verir? Bu ilk növbədə bizə verir ki, müsahibə komissiyasının obyektivliyini də yoxlaya bilərik. Bu müsahibə qrupunun üzvlərini də deyək ki, belə hansısa bir məsuliyyət hiss eləməlidirlər. Çünki bizdə olurdu, dövlət orqanlarında müsahibə qrupuna daxil edilən şəxslər yəni, obyektivdən biraz kənar olurdular. Əvvəllər bizdə belə olurdu, çox belə faktlarımız var idi və bu da bir əsas verdi ki, bu müsahibələri biz video çəkilişini aparaq və bizim əlimizdə deyək ki, yazılı sənəd olsun. İkinci tərəfdən bizim namizədlərin də arasında hərdən narazılıq olur ki, müsahibənin nəticələrinə dair narazılıqlar olur. Və bildiyiniz kimi bizdə apellyasiya komissiyası yaradılıb. Onlar müsahibənin nəticələrinə bağlı apellyasiya komissiyasına müraciət edərək apellyasiya verə bilərlər. Və apellyasiyanın təbii ki, baxılanda ilk növbədə keçirilmiş müsahibənin video çəkilişdə baxılır. Apellyasiyadan əvvəl həmin o çəkilişdən mütəxəssislər işləyib stenoqrammasını hazırlayırlar tam və namizədlə birgə bütün apellyasiya komissiyası, müsahibə komissiyası hamısı bizim apellyasiyada iştirak edir və namizədin özü şəxsən dəvət edilir və o da iştirak edir və onların demək olar ki, bu narazılıqları, narazı olduğu suallara aydınlıq gətirilir. Video çəkilişin olması bu məcburidir, yoxsa namizədin istəyindən asılı olaraq o imtina eləyə bilər video çəkilişini? Bu namizədin təbii ki, burada şəxsi informasiya barədə söhbət gedir və bu insan hüquqlarla bağlıdır. Təbii ona görə də biz video çəkilişdən öncə namizədləri bu barədə sual veririk. Bəli. Əgər namizəd istəməsə, o zaman video çəkiliş olmur. Olur, bizdə namizəd istəməyibdir, deyib ki, ayıb deyilmi, biz burada hamımız oturmuşuq və video çəkiliş olmayıbdır və sabahsı gündə apellyasiya veribdir. Yəni, belə hallar da olur. Bunda mütləq mən qeyd etmək istəyirəm. Yəni, bu məsələ bizim gənclərin bir sırasında deyək ki, özünə tənqid məsələsində bir balaca problemlər olar və özünə yüksək qiymətləndirmə faktlarına rastlaşırıq. Bu, yəni, mən deməzdim ki, belə bir çox faktlar var, ancaq var, yəni ki. Və biz həmişə onlara məsləhət görürük ki, İnsan həmişə özünə tənqidlə yanaşmalıdır. Haradasa uğur əldə etməmisinizsə, bu demək deyil ki, siz gedib əsassız
apellyasiyalar verəsiniz, əsassız şikayətlər yazasınız, böyütan yazasınız, bunlar da olur bizdən keçməyənlər və bu ona görə bizi bu təcrübə gətirib çıxarıb ki, bu video çəkiliş olanda heç bir problem olmur. Yəni bu qədər mütəxəssislər yığılır, ekspertlərə də dəvət edirik. Onları, yəni bu da bir də hamısı bunların bir şeyə xidmət edir. Bu da ki, təbii ki, müsahibənin ikinci mərhələnin, ən həssas mərhələnin obyektiv və şəffaf olmasına. Bundan da başqa, mən bir məqamda qeyd etmək istəyirəm ki, biz həm ictimai təşkilatların nümayəndələri, həm qeyri-hökumət təşkilatları üçün, kütləvi informasiya vasitələri üçün müsahibələri açıq elan etmişik. Yəni, bizdən qeydiyyatdan keçərək onlar gəlib istənilən müsahibədə təbii ki, yenə də namizədin razılığı olduğu halda müşahidəçi qismində onlar müsahibədə iştirak edə bilərlər. Mən yadımdadır, beynəlxalq təşkilatda çalışarkən nümayəndə kimi iştirak etmişdim. Hakim köməkçisi imtahanın keçirilməsində, yəni sizin qeyd etdiyiniz kimi müsabiqə komissiyasına həmin məhkəmənin deməli hakimi daxil idi, Dövlət Qulluğu Komissiyasından bir nəfər daxil idi və üçüncü müstəqil ekspert daxil idi. Eləcə də beynəlxalq təşkilatların nümayəndələri daxil idi və yəni bir hüquqşünas olaraq hesab edirəm ki, video kameraların olması çox mütərəqqi haldır. Yəni hər mənada mütərəqqi haldır. Bilirsiniz, Çində biz olanda çox onlar maraqlanmışdılar. Bu biz deyəndə ki, bizdə video çəkiliş aparılır. Yəni onların da marağı nədən irəli gəlirkən onlarda da elə problemlər olur. Bilirsiniz, mən demirəm ki, apellyasiyaların hamısı əsassız olur müsahibədən. Biz apellyasiya komissiyası bizdə ondan çox deməli müsahibə qrupunun qərarlarını ləğv edibdir. Ya yeni müsahibə təyin edibdir, yaxud da ki, namizədi uyğun hesab edibdir. Yəni, ancaq bu çox ümumi keçirilən müsahibələrin içində çox cüzi bir miqdardır. Yəni ki, və təbii ki, bu da ilk növbədə yönəlib ki, obyektivlik olsun. Müsahibə, həmin müsahibə qrupu tərəfindən, həmin də namizəd nəsədən narazı olanda biz onu obyektiv araşdıra bilək. Dövlət qulluğuna qəbulla bağlı mən də qeydlərimi eləmək istəyirəm. Birinci növbədə bu komissiyanın saytı barədə qeyd edeyim. Bizim partnyor təşkilat Media Hüquqları İnstitutu hər il deməli dövlət orqanlarının saytlarının monitorinqini aparır və monitorinqin deməli əsas məqsədi şəffaf, nə dərəcədə həmin saytlar şəffafdır və bütün lazım olan məlumatları özündə əks etdirir ya yox, deməli bunu müəyyən etməkdir və həmin monitorinqin nəticəsinə görə 2 il dalbadal 2010-cu və 2011-ci illərdə Dövlət Qulluğuna Qəbul Komissiyasının saytı şəffaflığa görə birinci yer, yəni ən yaxşı sayt adına layiq görülmüşdü. Yəni sayt həqiqətən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün çox faydalıdır və bütün lazım olan məlumatlar əksərən orada yerləşdirilib. Bu baxımdan çox yəni bu təqdirə layiq haldır. Bundan əlavə deməli o video yazının müsahibə zamanı video yazının olması da doğrudan da çox gözəl bir haldır. Yəni mən yadımdadır ki, bir xeyli il bundan öncə mən də dövlət qulluğuna sənəd vermişəm. Testi çox gözəl vermişdim müsahibədə, amma keçmədim və yenə də içində bir narazıçılıq qalmışdı ki, bəlkə bilmədim ki, mən orada nəyi səhv eləmişdim, nəyi səhv eləməmişdim və apellyasiya filan heç nə verməmişdim. O sadəcə bir özümü sınamaq üçün. Amma yəni o fikirdən artıq daşındım. Amma əminəm ki, əgər indi mən vermiş olsaydım və bilsəydim ki, burada video çəkiliş də var, İnsan daha məlumatlı olur ki, sonra gələcəkdə də əgər sualı da yaransa, ona cavab verilsin ki, bax, bu yerdə sən səhv eləmişdin və buna görə də sənin misal üçün qəbul olunmadı. İndi bununla bağlı mənim 2 sualım var. Birincisi, biraz belə bəlkə də çox uzağa gedən bir təklifdir. Mümkündürmü ki, bax, həmin o video yazı onlayn şəraitdə göstərsin, yəni canlı formada, sözsüz ki,
müsahibə olunan şəxsin razılığı ilə sayt vasitəsilə göstərsin. Yoxsa bu çox belə fantastik bir təklif olar. İkinci sual da ki, deməli, müsahibə zamanı verilən sualların mahiyyətinə dair hər hansı bir qaydalar varmı? Yəni, hər hansı bir tələblər, şərtlər varmı ki, hansı növ sual verilə bilər? Çox gözəl sualdır. Birinci sualınıza qeyd etmək istərdim ki, müsahibə prosesi, yəni deyək ki, nasıl bir idman növü deyil ki, biz onu onlayn yayımlayaq. Çünki müsahibə ağır bir prosesdir. Həm müsahibə qrupu üçün, həm də kimi müsahibə edirlər. Ona görə hələ ki, bizə belə fikir yaranmayıbdır. Ümumiyyətlə, mən bildiyim qədər dünya praktikasında hələm bu yoxdur. İndi məsləhət olsa Azərbaycan burada birinci olar, hələ ki məsləhət deyil, mənim fikrimcə. İkinci, o çox gözəl sualıdır. Çünki bilirsiniz, bir ilk dəfə başlayanda bizdə müsahibədə 3 nəfər, 3 şəxs var. Olurdu 4 nəfər. İstənilən suallar verirdi. Bizdə orada 4 meyar var, hansıları üzrə deməli namizədlər qiymətləndirirlər. Və heç bir məhdudiyyət yoxdur. Biz öz təcrübəmizi təhlil edərək belə qərara gəldik ki, müsahibə üçün də biz proqramlar hazırlamalıyıq. Hər vəzifə üzrə müsahibə proqramı. Və dövlət orqanlarıyla birgə komissiya bu istiqamətdə işlədi və hər vəzifə üzrə indi öz müsahibə proqramı var. Hansından ki, bu ümumiyyətlə ixtisasa aiddir. Hansından ki, müsahibə qrupu kənara çıxıb, kənar sual verə bilməz. Təcrübədə olubdur, bizdə belə kənar suallar veriblər və onlar həll edici olub və apellyasiya veriləndən sonra namizəd də sübut edib ki, bunlar proqramda yoxdur, heç aid də deyildi və biz elə nəticələri ləğv etmişik. Və bu müsahibə proqramlarıdır. Yəni, bilirsiniz, komissiya hər bir addım atanda biz həmişə birinci obyektivlik, şəffaflıq və namizədləri fikirləşirik. Bu namizədlər üçün siz qeyd etdiniz ki, bizim saytımız o informasiya əldə etmək imkanlarına görə 2 il birinci yer tutdu. Bunu da hamısı ona yönəlib ki, dövlət quluna gəlmək istəyən şəxs heç bir əziyyət çəkmədən bütün qaydalarla tanış olsun dövlət qulluğuna. Birinci mərhələdə olan deməli sualların mənbələrindən tanış olsun, hazırlarsın. Biz istəyirik ki, biz heç nə gizlətmirik. Biz istəyirik ki, bizə hazırlıqlı deyək ki, gənclər gəlsinlər ki, dövlət qulluğuna və onların hazırlaşmaq üçün bütün şərait yaratmışıq. Bizim də bir elektron xidmətimiz olacaq, onlayn imtahanların, test imtahanlarının, indi ona hazırlıq gedir, onu da hazırlayıb biz saytımızda yerləşdirəcək, istənilən şəxs özünü yəni sınaya bilər. Ümumiyyətlə, sənədlərin qəbulu da hazırda onlayn şəkildə həyata keçirilir. Onu artıq biz 2 ildir onlayn şəkildə keçiririk. Bilirsiniz, komissiya deyək bir mərkəzləşdirilmiş orqandır. Bizim regionlarda heç bir yerli qurumlarımız yoxdur və nəzərə alın ki, əvvəlcə rayondan kimsə iştirak etmək istəyirdisə, müsabiqədə o bir dəfə gəlirdi Bakıya, sənədlərini yığırdı, verirdi. İkinci dəfə gəlirdi test imtahanına, üçüncü dəfə də müsahibəyə. Və biz bunların bütün nəzərə alaraq 2 ildən artıqdır ki, onlayn sənəd qəbulu və onlayn sənəd qəbulu ki, hətta bizdə qanunvericidə dəyişiklik edildi. Çünki qanunvericidə bir sənəd verəndə onların siyahısı göstərilmişdi ki, bunlar istəyi olanda namizədlər, onlar bu sənədləri təqdim etməlidir. Biz bunu atdıq ikinci mərhələyə. Kim birinci mərhələdən uğurla keçir, o qalan sənədləri, burada o diplomun notarial qaydada təsdiq edilməsidir, sağlamlıq haqqında və qanunvericidə nəzərdə tutulan digər sənədləri, onlar bu namizədlər üçün də çox rahat oldu. Bəli. Sənədlərin siyahısı da azaldıldı. Yəni, indi yalnız www.dgmk.gov.az saytına daxil olmaqla ərizə formasını doldurub, öz şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə biz artıq YAMAS proqramından biz daxili İşlər Nazirliyinin YAMAS sisteminə qoşulmuşuq. Biz bizə lazım olan informasiyanı əldə edir. Bizə də lazım olan informasiya nədir? Onun birincisi şəkilidir və onun şəxsiyyət vəsiqəsinin digər deyək ki, məlumatlardır orada. Və artıq namizəd gələndə birinci mərhələdə əyləşəndə kompüterdə onun hərəsinin öz deməli kompüter olur, nömrəsi, onun həm şəkili var, seçdiyi vəzifə göstərilibdir.
və iddia etdiyi vəzifə və suallar. O da kompüter seçim özü aparıb 100 sual təqdim edir namizədlərə. Yəni bu həm bizim də işimizi yüngülləşdiribdir, həm də ilk növbədə təbii ki, namizədlərə. Xüsusilə regionlarda yaşayanlar. Xüsusilə də regionda yaşayanlar və bilirsiniz, bütün bu addımlar da nəyə görə bunlar nə vacibdir? Çünki bu insanlarda deyək dövlət qulluğuna, dövlət orqanına etimadın artmasını, yəni ki, yəqin ki, bu tədbirlər hamısı elektron hökumət proqramı çərçivəsində görülür. Belədirsə, bu istiqamətdə deməli, sənədlərin qəbulu ilə yanaşı başqa hansı mərhələlərdə tədbirlər görməyə planlaşdırırsınız? Bizim saytımızda bir çox məlumatlar var, bir çox hesabatlar var və bizim bu elektron hökumət sayəsində elektron deməli, bu qəbuldan başqa biz nəzərdə tutmuşuq ki, vətəndaşlar daxil olub bütün istənilən hesabatları əldə edə bilsinlər, dövlət qulluğuna aid olan. Bundan başqa qeyd etdiyim kimi bu test imtahanlarının, sınaq test imtahanlarının keçirilməsi. Sonra bir yeni də bizdə olacaqdır bu elektron xidmət, bu dövlət qulluğu stajının kalkulatoru. Pensiya öyrənməsi O bir pensiya üçün, pensiyaya aid deyil, ümumiyyətcə stajı. Çünki stajdan asılı olaraq insanlar tam ki 2005 ildən çox stajı var, onlar gəlib müəyyən vəzifələr üçün birinci mərhələni keçmirlər testdən. Yalnız müsahibə verərlər. Qanun-vericdə belə bir norma nəzərdə tutulub. Və təbii ki, həmin pensiya üçün və bu kalkulator onlar daxil olub, orada öz işlədikləri yerləri göstərəcəklər, stajlarını orada və onu hesablayıb onlara konkret neçəsi dövlət qulluğuna, neçə il dövlət qulluğuna aid edilir, yox, aid edilmir, bunu əldə edə biləcəklər. Və mən qeyd etmək istəyirəm ki, biz bu elektron xidmətlərin göstərməsi dövlət proqramından da öncə başlamışdıq və həmişə çox böyük önəm vermişdik. Komissiyanın deyək ki, sayt tərkibi də elə çox deyil. Yəni bizə də təbii ki, bu həmin elektron xidmətlərin göstərilməsi bizim də işimizi deyək ki, həm yüngülləşdirir, həm də təbii bilirsiniz, bu sivil formada işləməyə imkan yaradır. Biz test imtahanlarını komissiya bir ilk dəfə keçirəndə biz o test imtahanlarının keçirilməsi qaydasını, yəni davranış qaydaları namizədlər üçün bir işləyib hazırladıq və orada bir çox məhdudiyyətlər vardı ki, yəni namizəd heç ara durub gedə bilməz, yəni ucadan danışa bilməz, nəsə orada bir hansısa qaydanı pozanda çıxarılmalıdır. İndiyə kimi bizdə bir belə hal olmuşdur. Çünki kompüterdə gəlir namizəd oturur, biz çox təəccübləndikdir ki, çox deyək belə yüksək səviyyədə keçirilir. Həmin namizədlərin inamları olur ki, bu kompüter bu 100 sual, bu da sən. Mənbələri də öncədən sənə verilirlər də. Heç kimə heç nə demək olmaz ki, nəyə görə mən keçmədim bu mərhələni. Mərhəmə, maraqlı məsələlərdən biri də odur ki, xaricdə demək, təhsil alan tələbələrin dövlət proqramı var. Bu dövlət proqramı ilə demək, xaricdə təhsil alan tələbələr geri döndükdən sonra dövlət qulluğunda müsabiqədən kənar işə düzələ bilərlər. Yəni xaricdə məsələn dövlət proqramı ilə təhsil alan tələbələrin müsabiqədən kənar dövlət qulluğunda çalışması imkanı var. Bəli. Yəni nə dərəcədə tətbiq olunur təcrübədə? Xaricdə təhsil almaqla bağlı dövlət proqramı qəbul edildikdən sonra qanunvericiliyə də, dövlət qulluğu qanunvericiliyinə müəyyən dəyişikliklər edilmişdir və bir norma orada deməli xaricdə təhsil alanların dövlət qulluğu da müsabiqədən kənar qəbul edilməsi nəzərdə tutulubdur. Siz bildiyiniz kimi və belə hallar olub, bizə müraciət ediblər, biz həmin o dövlət proqramından xaricdə təhsil alanları dövlət orqanlarında ixtisas üzrə təqdim etmişik və onlar hal-hazırda çalışırlar. Bundan başqa bildiyiniz kimi Gənclər və İdman Naziri hər il xaricdə təhsil alanlarla görüşlər keçirilir. Avropada artıq 2 belə görüş keçirilibdir. Komissiyanın da nümayəndəsi orada iştirak edir və gənclərimizə o dövlət qulluğunda bizdə olan gedən deyək ki, islahatlardan, yeniliklərdən xəbər verilir və onların belə bir arzusu olmuşdu ki, Azərbaycanda dövlət orqanlarında təcrübə internship keçsinlər və biz bunu nəzərə alaraq saytımızda da bir bölmə yaratdıq. Onlar bizə müraciət edirdilər və müəyyən formaya yerləşdirmişdik ki, onlar doldurub bizə müraciət etsinlər.
hansı ayda keçmək istəyirlər, hansı dövlət orqanında və biz bunları sonra hamısını ümumiləşdirərək dövlət orqanlarına müraciət etdik və onların bu təcrübə keçmələrinin təşkil edilməsi barədə xahiş etdik. Biz bunu çox vacib hesab edirik. Yəni ki, bunlar xaricdə oxuyurlar və deyək ki, bir balaca öz ölkələrindən kənara düşüblər. Gəlib burada da çalışanda bunlar həm hiss eləyəcəklər ki, nə işlər aparılır Azərbaycanda, necə inkişaf gedir və təbii ki, gələcəkdə o aldıqları bilgiləri gəlib öz vətənləri üçün, bu pafos sözlər deyil, yəni doğrudan da vətən xalqı üçün. Çünki hər bir şəxs də özünün xalqının nümayəndəsidir. Öz evlatları üçün yəni gəlsinlər burada xidmət etsinlər. Çünki bizdə ehtiyac var, təbii böyük ehtiyac var. Bu xaricdə təhsil alanlar, yəni bu da nəzərə alınaraq belə bir proqram işlənib hazırlanmışdır. Hüquq işindasınız. Biz bugün dövlət qulluğundan danışırıq. Qonağımız Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovdur. Mənimlə birgə Abasiyelidən hüquqşünas Günel Quliyeva da iştirak eləyir. Mənim bu xaricdə təhsil almış uşaqlarla bağlı sualım var. Deməli, müsahibədən kənar qəbul məhz dövlət proqramı ilə oxumuş deməli tələbələr, keçmiş tələbələr üçün açıqdır. Mənə maraqlıdır, bəs digər proqramlarla gedən, məsələn, Maskiv var, Çivnik var. Bax, o sözsüz ki, dövlət proqramı deyil, amma yenə də nüfuzlu proqramlardır və kifayət qədər nüfuzlu universitetlərə deməli yerləşdirirlər uşaqları. Yəni mən də bu proqramlardan birindən bəhrələnmişəm. Maraqlıdır ki, belə bir imkan var ki, həmin deməli keçmiş tələbələrə də, yəni bitirmiş, gəlmiş Azərbaycanlı tələbələrinə də müsahibədən kənar qəbul imkanı olsun. Niyə mən bunu soruşuram? Dövlət proqramı ilə deməli dövlət proqramı ilə təhsil almaq imkanları biraz məhdud. Məsəl üçün bildiyimə görə humanitar fənlərə daha azdır. Daha azdır və daha çox prioritetlər verilir texniki fənlərə. Amma imkan var ki, gedib humanitar fənlər üzrə də oxuyasan, gələsən. Belə bir imkan varmı, gələcəkdə olacaqmı? Universitetdə hal-hazırda yalnız dövlət proqramı ilə təhsil alanlar üçün belə istisna nəzərdə tutulubdur. Gələcəkdə təbii ki, ola bilər. Yəni şansımızı... Yəni biz ikimiz də burada hüquqşünasıq, biz qanunu icra edirik. Necə qanundadır, biz də onu elə icra edirik. Əsas həqiqi məntiq odur ki, dövlət büdcəsinin vəsaiti hesabından xaricdə təhsil alıb və gəlib məhz öz ölkəsi üçün dövlət bunlara bu qədər deyək ki, iştirak edir. İnvestisiya qoyur. Təbii ki, bu da gəlib investisiyaları geri qaytarmalıdır, öz artıqlamasından. Çünki bu çox böyük bir deyim ki, hər bir şəxs üçün həm təhsili, həm orada qalma xərcləri hamısını dövlət ödəyir. Və bizim o xaricdə təhsil alan gənclər də, onlar da bunu deməli, həm başa düşüb, həm də qiymətləndirməlidirlər. Normal. Bir insan kimi, yəni bunu qiymətləndirməli ki, dövlət bu qədər bunlar üçün vəsait ayırır və bunların oxumaqlarını tam orada təmin edir. Bəhram, ümumilikdə nə qədər dövlət qulluqçusu siz seçmisiniz komissiyanın imtahanı? Biz artıq 2000-dən çox seçim aparmışıq. Biz bilirsiniz, bir müsahibə yox, biz həm də daxili və ümumi müsahibələr də keçiririk. Yəni bu vəzifədə yüksəlişlə bağlıdır. Və müsabiqə nəticə, hər iki mərhələnin nəticəsində uğur əldə edən namizədlərimiz artıq 2000-i keçibdir. Mən ələm daxili və ümumi müsahibələri kənarda qoyuruq. Bəli, 2007-ci ildən bəri hesablayırsınız. Dövlət qulluqçularının təminatları, ümumiyyətlə nə təminatları vardır və dövlət qulluqçularının və ümumiyyətlə dövlət qulluğunu cəlb edici edən hansı amilləri məsələn siz sayırsınız? Dövlət qulluqçuların təminatı dövlət qulluğunun haqqında qanunda nəzərdə tutulub və bir sıra digər normativ hüquq aktlarda göstərilib və birinci sualı qoyub ikinciyə keçirəm. Cəlb edici ilk növbədə odur ki, çox gözəl şərait yaradılıb karyera vəzifədə yüksəliş etmək üçün. Bizdən mən həmişə bunu qeyd edirəm, var 3-4 il bundan qabaq müsabiqədən gəlib keçib
çalışanlar üçün də artıq demək olar ki, uğurlu karyera quran da dövlət orqanlarında uğurlu karyera quran nümunələrimiz var. Yəni bilirsiniz, bizim dövlət orqanlarının əksəriyyətində hal-hazırda bilikli, ixtisaslı və bacarıqlı kadrlara böyük ehtiyac var. Zamanın tələblərinə də uyğun olaraq Respublikada iqtisadiyyat çox sürətli inkişaf edir. Təbii ki, insanlar da inkişaf etməlidir. İnsanların da potensialı artmalıdır. Və burada ilk növbədə bu inkişafa təkan verən və onu daimi belə də yüksək səviyyədə saxlayan təbii ki, gənclər olacaqdır. Yüksək səviyyədə təhsil almış, bacarıqlı və biz bir meyara da böyük önəm veririk. Bu da namizədlərin şəxsi keyfiyyətləridir. Və bunlara əsaslanaraq biz də istəyən Azərbaycan Respublikasının vətəndaşı gəlib belə karyera qura bilər. Bununla yanaşı bilirsiniz, dövlət qulluqçularının bir sıra əlavələr nəzərdə tutub əmək haqqına. Bu həm qulluq illərinə görədir, həm ixtisas dərəcəsinə görədir. Və qeyd etmək istəyirəm ki, pensiya təminatı da yaxşı səviyyədədir. Bu axırıncı qanunvericiliyə uyğun olaraq və o ki qaldı, bilirəm bu sualı onsuz da verəsiz, bunu həmişə verirlər ki, əmək haqqı nə dərəcədə olaraq layiqli həyat şəraitini təmin edir? Aşağı təsnifatlar istisna olmaqla əmək haqqı normal səviyyədədir. Təbii ki, özəl sektordan fərqlənir. Bütün dünyada bu problem var. Özəl sektorda eyni mütəxəssis daha çox əmək haqqı alır, nəinki deyək dövlət qulluğunda. Və bildiyiniz kimi bu son bizdə dəyişikliklər olmuşdu qanunvericiliyə. Bu bizdə dövlət qulluqçularının kateqoriyası da təsnifatlarında da dəyişiklik edildi və biz hesab edirik ki, bu azaldı təsnifatları və hesab edirik ki, bu qanunvericiliyə dəyişikliklər ediləndə həmin o qanunla bağlı uyğunlaşdırma paralında və əmək haqqında da müəyyən dəyişikliklər ediləcəkdir. Mən soruşmaq istəyirdim ki, əmək qanunvericiliyi ilə işə qəbul olunanlar arasında onlarla müqayisədə deməli maaşda hər hansı bir fərqlər varmı? Yəni ki, məsəl üçün biz bilirik ki, minimum əmək haqqı var. Təqribən ona oxşar bir minimum burada da yəqin ki var, dövlət qulluğunda da var. Bunlar nə dərəcədə mütənasibdir? Elə bir minimum müəyyən edilməyibdir. Bizdə hər deməli təsnifat üzrə əmək haqqları var, təsdiq olunubdur Cənab Prezident tərəfdən və ən aşağı əmək haqqı bu deməli digər əlavələr heç nəyə nəzərə almırıq. Yalnız və yalnız aylıq vəzifə maaşı bu 170 manatdır. Keçmiş 9-cu, indi 7-ci təsnifatda bu regionlarda demək mərkəzi icra hakimiyyəti orqanlarının bölmələrində və yerli icra hakimiyyətlərindədir. Daha yüksək təsnifatlar üzrə deməli əmək haqqı mən hesab edirəm ki, normaldır. Mərhum müəllim, siz şəxsi keyfiyyətlərdən danışdınız. Ümumiyyətlə, Dövlət Qulluq Komissiyası konkret olaraq dövlət qulluqçularının dövlət qulluğu sahəsində şəffaflığın təmini, korrupsiyanın qarşısının alınması, bu sahədə hansı işlər görür? Korrupsiyanın qarşısının alınmasında ən əsas şəffaflıqdır. Şəffaflıq olan yerdə korrupsiya üçün də çox, deyək ki, cüzi imkanlar qalır və Günel xanım da qeyd elədi, biz də çalışmışıq ki, həmişə işimiz şəffaf olsun. Bütün atdıqlarımız addımlar həmin günü bizim saytımızda yerləşdirilir. Və namizədlərin müsahibə balları da hamısı yerləşdirilir və apellyasiyanın nəticələri də yerləşdirilir. Bu, yəni ilk növbədə korrupsiyanın qarşısının alınmasına yönəlmiş tədbirlərdir. Hərdən bir bizim bu şəffaflığımız da problemlə yaradır. Çünki bir də görürsünüz ki, nəsə nəticələr verilibdir. Sabahsı günü bir adam artıq çıxır. Bir 3-4 gündən sonra başlayırlar yazmağa ki, kimsə nəsə orada. Xeyr, yəni o apellyasiya nəticəsində
Kimsə apellyasiyası ləğv olunursa və təzədən də yaxud ki bizdə olubdur test imtahanları da keçirəndə qüsurlu bir sual olubdur və ona apellyasiya veriblər və o qüsurlu sual təbii ki ləğv ediləndə hərəyə bir bal gəlir bütün. Və o adamlar həmin o balla keçid balını toplayıblar. Onlara yanaşı bir neçə nəfərdə heç kimin xəbəri yoxdur. Biz onlara da zəng eləmişik ki, dəvət etmişik ki, siz də keçmisiniz, ikinci mərhələyə gələ bilərsiniz. Düzdür, kənardan ancaq bu sayılar dəyişəndə, bu nadir hallarda olur, ancaq bizdə var çox diqqətlə izləyən ki, nəsə burada tapacaqdır. Belə bir hallar olanda başlayırlar şikayət yazmağa. Yəni, dövlət qulluğuna qəbulda siz qeyd etdiniz. Bəs hazırki mövcud digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yəni dövlət qulluqçuları, onların məsələn, fəaliyyətlərində, şəffaflığın təmini sayəsində komissiyanın konkret işləri varmı? Bizim saytda digər dövlət orqanlarında, saytlarda deməli keçid var və biz həmişə deməli görüşlər keçirəndə dövlət orqanları nümayəndələrindən həmişə öz tövsiyələrimizi, metodik göstərişlərimizi veririk. Təbii ki, bu şəffaflığın artmasına dair. Bilirsiniz, demək olmaz ki, hamısında eynidir, fərqlidir. Təbii, monitorinqdə nəticələri göstərir ki, müstəqil monitorinqdə nəticələr göstərir ki, bu şəffaflıqla və informasiya əldə etməklə dövlət orqanları hamısı bir səviyyədə deyil. Və bu elektron hökumət haqqında qəbul edilmiş bu dövlət proqramı da ilk növbədə ona yönəlibdir və hər dövlət orqanı artıq öz göstərdiyi vətəndaşlar xidmətlərini də deyək ki, müəyyən edibdir. Onlar hamısı Nazirlər Kabineti tərəfindən təsdiq edilibdir və qısa bir müddətdə hamısı, bütün dövlət orqanları bu sahədə o elektron xidmətləri göstərməlidirlər. Və təbii ki, bu da korrupsiyanın qarşısının alınmasına. Nə qədər vətəndaşla məmurun deyək ki, ünsiyyəti azalsa, təbii ki, korrupsiyanı da o aşağı səviyyə salacaqdır. 2007-ci ildə dövlət qulluqçularının davranış qaydaları haqqında qanun qəbul olundu. Belə bir mərkəzləşmiş qanun dövlət qulluqçularının etik davranış qaydalarını müəyyən etdi. O qanun praktik olaraq hansı dəyişikliklər gətirdi dövlət qulluğu sahəsində? İlk növbədə bilirsiniz, bu etik davranışın və prinsipləri müəyyən edildi. Və bir qanun qəbul olunandan sonra biz özümüzün vəzifəmizi İlk növbədə bu maarifləndirmə işində gördük. Bir çox biz təlimlər keçirdik bu etik davranışla bağlı. Beynəlxalq ekspertlər də cəlb edildi bütün dövlət orqanları üçün. Sonra bütün regionlarda yerli qurumlar üçün də belə bir təlimlər keçirdik dövlət qulluqçuları üçün. Bilirsiniz, yeni qanundur, yeni münasibətləri tənzimləyir və təbii ki, bunu insanlar bilməlidir. İlk növbədə dövlət qulluqçuları bilməlidir. Digər tərəfdənsə təbii vətəndaşlar da bilməlidir ki, bunlar dövlət qulluqçusundan, məmurdan hansı davranışı gözləməlidirlər. Və bununla yanaşı artıq bir ildən çoxdur ki, bizdə etik müvəkkillər institutu yaradılıbdır. Bütün dövlət orqanlarında müəyyən edilib şəxs, hansı ki, etik davranışla bağlı şikayətlər olanda kimə müraciət etmək olar və bu etik müvəkkillərin hamısının deyək ki, kontakt əlaqə, deyək ki, həm elektron ünvanı, həm telefonları bizim saytımızda bütün dövlət orqanları üzrə yerləşdirilib. Ki, vətəndaşlar bilsinlər, hansı dövlət orqanı, hansısa bir dövlət orqanlarda onlara qarşı, deyək ki, davranışda hansısa bir pozuntular var, kimə müraciət edə bilərlər. Yəni, istənilən halda hər hansı bir vətəndaş dövlət qulluqçusunun hərəkəti ilə narazı qaldıqda, həmin dövlət qurumunun etik müvəkkilinə müraciət edə bilər. Ora müraciət edə bilər, bizə də müraciət edə bilər. İlk növbədə təbii ki, həmin dövlət orqanı etik müvəkkilinə. Biz o etik müvəkkilləri üçün də ayrıca bir modul hazırladıq, təlim modulu və onlar üçün də keçən il belə bir təlimlər keçdik. Və vətəndaşlar istənilən vaxt onların deməli, deyək ki, bu əlaqələrlə tanış ola bilərlər. Bu da deyək, bu artıq yazı pozunu da aradan qaldırır. Çünki bizdə çox vaxtı vətəndaşlar nəsə müraciət edəndə, şikayət edəndə
ünvanlarını düzgün seçmirlər. Yəni kimi etmək lazımdır və necə etmək lazımdır. Və biz də çalışmışıq ki, bu məlumatları yerləşdirməklə saytda vətəndaşlar üçün də belə bir imkan yaradaq. Bəs rayonlarda, yerlərdə belə bir müvəkkillər varmı, yoxsa mərkəzləşdirilmiş? Var. Hamısı bizim internet səhifəmizdə var. Yerli icra hakimiyyətində vəkilləri var, mərkəzi icra hakimiyyət orqanlarında. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi məsələsi aktual məsələlərdən biridir və bu xidməti fəaliyyətin qiymətləndirilməsinə bağlı bizdə olan məlumata görə komissiya tərəfindən bəzi meyarlar hazırlanıb. Peşəkarlıq, vicdanlılıq, işə məsuliyyətlə yanaşma və s. meyarlar. Bununla bağlı hansı işlər görülüb, Bəhram müəllim, bununla bağlı? Bu meyarlar ümumiyyətcə dünya praktikasında mövcuddur, komissiya tərəfindən hazırlanmayıbdır. Biz deməli xidmətin fəaliyyətin qiymətləndirilməsinə dair qaydalar hazırlamışıq. Onu bir neçə də ekspertizdən keçirmişik, onu dövlət orqanlarından da onların rəylərini və təkliflərini nəzərə almışıq. Bununla yanaşı biz qiymətləndirmə bağlı bir mərkəzi icra hakimiyyətində, Dövlət Sosial Müdafiə Fondunda, bir də icra hakimiyyətində, yerli icramda bu Sumqayıt şəhər icra hakimiyyətində pilot layihələr keçirdik. Çünki xidməti fəaliyyətin qiymətləndirilməsi institutu çox deyək ki, vaxt tələb edən və ağır bir məsələdir. Çünki bu qiymətləndirmə formal keçirilməməlidir. Bu qiymətləndirmə, onu da deməli müəyyən formalarını hazırlamışıq. Hansı meyarlar üzrə qiymətləndirilmə aparılacaqdır və bu ilin sonunda biz bu pilot layihələrimizi yekunlaşdırandan sonra ilin sonunda aparılır qiymətləndirmə. O pilot dövlət orqanlarında yekunlaşdırandan sonra hesab edirik ki, təcrübəni də təhlil edərək, qaydalara axırıncı dəyişikliklər edərək onları təsdiq edəcək. Və bir məqamı da qeyd etmək istəyirəm ki, biz belə bu ilin oktyabr ayında dövlət qulluqçularının qiymətləndirilməsi ilə bağlı beynəlxalq bir konfrans keçirəcək. Bir çox ölkələrin nümayəndələri, dövlət qulluğu sahəsində ixtisaslaşmış qurumların nümayəndələri olacaqdır. Və onlarla birgə biz orada qiymətləndirmənin deyək ki, yaranan problemlər nədir, qiymətləndirmə necə aparılmalıdır, bu barədə müzakirələr aparacaq. Və qiymətləndirmənin bir əsaslı məqsədi qiymətləndirmə nədən ibarətdir? Biz qiymətləndirmə nəticəsində, qiymətləndirmənin yekunlarına əsaslanaraq biz dövlət qulluqçularının təlimə olan ehtiyaclarını müəyyən edəcəyik. Yəni, hansı sahədə konkret dövlət qulluqçusuna deyək ki, potensialı artmalıdır. Bunu biz fikirləşirik ki, qiymətləndirilmənin nəticələri bizə bunu müəyyən etməyə imkan yaradacaqdır. Komissiyanın ümumiyyətlə dövlət qulluğu sahəsində sizin düşüncənizdə hansı islahatlara ehtiyac var? Komissiya hansı sayda islahatların keçirilməsinə zəruri hesab edir? Bilirsiniz, hal-hazırda biz bir neçə istiqamətdə bu sahədə işləyirik. İlk növbədə deməli dövlət qulluğunun inkişafı strategiyasını hazırlayırıq. Orada bir sıra məqamlara toxunacaq. Bundan başqa qeyd etmək istəyirəm ki, dövlət qulluğunda, dövlət qulluğu qanunvericiliyi bir çox normativ vaxtlardan ibarət idi. Həddindən çox. Bu sahədə biz məcəlləşdirməklə artıq başlamışıq və işçi qrup yaratmışıq. Dövlət qulluğu məcəlləsi hazırlanır. Məcəlləsi, bəli. Dövlət orqanları nümayəndələrindən ibarət işçi qrup yaratmışıq. Bununla yanaşı həmin məcəllə üzərində həm yerli ekspertlər, həm beynəlxalq ekspertlər bizlə çalışır. Və demək olar ki, planlarımız çoxdur. Həm də kadr sahəsində, inkişafı sahəsində bir sənəd hazırlayırıq. Onu ilin axırına kimi biz hazırlayıb təhvil verməliyik.
Bəhram əmdə, sonuncu sualımız ideal dövlət qulluqçusu necə olmalıdır? Necə sevirsiniz ideal dövlət qulluqçusu necə olmalıdır? Mənim öz anlamımda ideal dövlət qulluqçusu təbii ilk öncə peşəkar olmalıdır, vicdanlı olmalıdır və bəzən qeyd olunur ki, Azərbaycanda gülümsəmə mədəniyyəti çatmır. İdeal dövlət qulluqçusu gülümsəməlidir. Vətəndaş dövlət münasibətlərində ən əsası dövlət qulluqçusu qulluqçu olduğunu hiss etməlidir. Yəni, siz necə sevirsiniz? Dövlət qulluqçusu necə olmalıdır? Siz sadaladığınız əsas meyarları təbii ki, həm birinci peşəkar olmalıdır. Yüksək səviyyədə peşəkar və daimi öz potensialının artırılması üzərində çalışmalıdır. Bununla yanaşı çox önəmli təbii şəxsi keyfiyyətləri, insanın şəxsi keyfiyyətləri. Çünki bu dövlət qulluqçusudur və vətəndaşlarla, yəni, digər fiziki və hüquqi şəxslərlə bu ünsiyyətdə olanda onu həmişə bilməlidir ki, bu dövlətin adından bu xidmətləri göstərir və dövlət qulluqçusu onlar üçündür, onlar dövlət qulluqçusu üçün deyil. Yəni, bunlar hamısı nəzərə almaqla. Həyatda ümumiyyətlə Selcan xanım, ideal heç nə yoxdur. Təbii və ideal dövlət qulluqçusu, ancaq əsas bu məqamları biz qeyd elədik ki, bunlar mütləq olmalıdır. Yəni, peşəkarlığı, həm də şəxsi keyfiyyətləri. Şəxsi keyfiyyətləri, deyək ki, normal olan insan, təbii ki, vətəndaşlarla da normal davranacaqdır və etik davranışı da qanuna uyğun olacaqdır. Məsəlcə onu demək istəyirdim ki, əgər dövlət qulluğunda olmaq istəyən şəxslər hazırlaşsınlar, imtahan versinlər, sənəd bir məsələyə toxunmadım. Bu yaxınlarda 1000-dən çox biz vakant vəzifə elan vermişik. Girsinlər, həmin o vəzifələr üzrə seçim aparsınlar, həm saytımızdan ərizələrini verib gəlib iştirak etsinlər. dgmk.gov.az saytında hazırda biz də öz tərəfimizdən əmin edirik ki, bu müsabiqə obyektiv və şəffaf keçiriləcək. Yəni, saytda məlumat yerləşdirilir, oradan məlumatı götürsünlər, müraciət eləsinlər. Onlayn müraciət imkanı da var. Və kifayət qədər şəffaflığı təmin etmək üçün vasitələr də nəzərdə tutulub. Və ən əsas odur ki, artıq qulluğa qəbul olduqdan sonra hansı məqsədləsən orada onu unutmasınlar. Məqsəd məhz deməli, dövlətin məqsədlərini, funksiyalarını bu sahədə deməli, fəaliyyət göstərmək üçün məhz vətəndaşlara qulluqdur, vətəndaşlara xidmətdir bu işin mahiyyəti. Bunu unutmasınlar, gülərüz olsunlar və xoş rəftar bəsləsinlər. Azərbaycan dövlət qulluğuna, yəni yaxşı idarəçiliyi təmin edən dövlət qulluqçuları arzu edirik. Çox sağ olun Bəhram müəllim, çox sağ olun gəldiyiniz üçün, maraqlı söhbət üçün, çox sağ olun Günel, siz də qatıldığınız üçün. Hüquq insanı xoşbəxt etməyə bilər, amma hər bir halda onu bədbəxtlikdən qoruyur. Odur ki, gələn həftənin 4-cü günü yenə eyni saatda, axşam saat 9-da, yenə eyni məkanda ABC-nin hüquq işığına toplaşaq. İşıqdan qaçmayın, bu işıq nağıla aparmır.